Salamlar hər kəsə, xüsusən də tradingə yeni daxil olanlara. Əgər bu videonu izləyirsənsə, deməli asan qazanc axtaranlardan yox, bu işi anlamaq istəyənlərdənsən. Bu video seriyası tradingə romantik baxanlar üçün yox, reallıqla üzləşməyə hazır olanlar üçündür. Çünki bu yol bəzəkli deyil, amma öyrədicidir. Asan deyil, amma formalaşdırıcıdır. Bu video seriyasında birja ticarət haqqında ən geniş yayılmış 15 yanlış təsəvvürü səninlə paylaşacağım. Çünki yanlış düşüncə sökülmədən doğrusu inşa edilməz. Əgər yenisənsə, bu videolar sənə dərhal pul qazandırmaya bilər. Amma puldan daha dəyərli bir şey verəcək. Düzgün baxış bucağı. Bu isə sənin gələcək qazancının və itkilərdən qoruyacaq əsas qalxanın təməlidir. Birjada ən böyük qazanc da elə budur. Hazırsansa başlayaq. Mən Ələsgər, Kapital Əsgər. Əziz yeni başlayan trader, bu peşəni seçməklə sən asan yolu yox, şuurlu riski seçmisən. Və bil ki, şuurlu risk inkişafın başladığı yerdir. Və bu cəsarətinə görə səni ürəkdən təbrik edirəm. Bilirəm, bu sahəyə böyük ümidlərlə, böyük xəyallarla gəlmisən. Bu normaldır. Hamımız bu qapıdan belə keçmişik. Ancaq bir həqiqət var ki, onun yolun sonunda yox, ən əvvəlində bilmək daha doğru yanaşmadır. Çünki təməli sağlam atılmış bina sarsılmaz olur. Başda yanlış ilişdirilmiş bir düymə isə sona qədər ardıcıl yanlışlara səbəb olur. Problem ondadır ki, bu səhvləri adətən sonda anlayırsan. Onda artıq tək-tək söküb yenidən başlamaq qalır. Bu isə vaxt itkisi, pul itkisi, ən əsası maraq itkisi deməkdir. Məhz bu video seriyasının da əsas məqsədi budur. Ən başdan düymələri doğru yerlərinə ilişdirməyinə kömək etmək. Olay yolla vaxtına və kapitalına qənaət etdirmək. Bilirəm, birja haqqında sənə çox şey deyiblər. Asan qazanc, tez varlanmaq, sehirli strategiyalar. Amma bir şey deməyiblər. Səni ən çox yandıran səhvlər, ən çox inandığın yalanlardır. Birja fürsətlərlə dolu olduğu qədər dünyanın ən riskli bazarlarından biridir. Burada birinci qazanc pul deyil, sağ qala bilməkdir. Bunu isə hisslərini və risklərini idarə edə bilənlər bacarır. Bu işi öyrənməyə başlayarkən dəfələrlə itkilərlə üzləşəcəyini əvvəlcədən qəbul etsən, yolun daha sağlam olar. Çünki bu yolda itkilər təkcə maddi olmur. Onlarla birlikdə psixoloji sarsıntılar, daxili şübhələr, ətrafdan gələn təzyiqlər və səssiz məhrumiyyətlər də gəlir. Bəzən bazar yoxlayar səni, bəzən insanlar, bəzən də özün-özünü. Tüm bunları bir arada idarə etməyi öyrənməlisən. Çünki trading təkcə qrafik oxumaq deyil, özünü oxumaqdır. Bu səbəbdən ən çox da bu yönünü sevməlisən. Öyrənmək isə bir dəfəlik proses deyil. Bu yol sertifikatla bitmir, strategiya ilə tamamlanmır. Nəfəs aldığımız müddətcə davam edən bir səyahətdir. Və bu səyahətdə dayanan yox, uyğunlaşan irəli gedir. Yekunda bütün bunlardan sonra deyə bilərik ki, birja asan qazanc əldə etməyin ən çətin yoludur.